Bu kiçik bir çəməndə nə qədər rəng var, nə qədər gül var, nə qədər çiçək var. Vallahi bu rəngləri, bu naxışları sən necə gözəl ustalıqla vurmuşsan ya Rəbbi. Bu güllər da heç harda yoxdur. Bu rəng da heç harda yoxdur. Bu gözəllik da heç harda yoxdur. Aa, salam. Burada çoban yastığı. Bizim dildə ramaşka. Ramaşka. Ramaşkalar bizim zamanlığımızın, uşaqlığımızın ən gözəl çiçəkləri idi. Kəpənəyi görürsünüz mü? Necə gözəldir. Kəpənəyi mən canlı çiçək adlandırıram. Təsəvvür edirsiniz. Onun burada varlığı da heç hiss olunmur. Hətta o heç qorxmur da. Dinləsəz burada arıların vızıltısı, uzaqda torağayın mahnısı o qədər gözəldir, o qədər zərifdir. Biz burada bir dostumuzun həyətinə gəlmişdik. Bağır müəllim. Bağır müəllim mənim şeir həsrlədiyim bir kişidir. Ona mən bir şeir həsrləmişdim, yadınızdadır. Özgənin var dövlətin saymaqla keçdi ömür. O da daim narazı, quru sağ ol da demir. Mən çəkəni çəksəydi əriyərdi daş, dəmir. Nə qədər tənələndim, nə qədər acılandım. Dağ olsam əriyərdim, insan oldum dayandım. Bu yuxarıda bir gözəl rəngli güllər var. Görüm oraya çıxa bilərəmmi? Çıxmaq olmuş kol-köz çoxdur. Amma inanın ki, o qədər gözəl rənglərdir ki. O qədər gözəl rənglərdir ki. Doğrudan da gözəlliklər həmişə biraz əl çatmayan yerdə daha çox olur. Gözəlliyə əl çatmayan da daha gözəldir. Elə bil ki, bu kollar o gülləri dərilməkdən qoruyur. Yaşıl talada nə desəm var. Nə desəm var. Hansı rəngi desəm var. Burada o qədər canlı var ki, kəpənəklər, sonra cırcıramalar, sonra çəyətkələr. Maraqlı bir, bax görürsünüz kolun dibindən quş uçdu, heç mən onu görmürdüm. Burada çox maraqlı bir bitki var. Çox maraqlı bir bitkidir. Çox zərif bir bitkidir. Tikanlı bitkidir. Onu qoparda bilməzsən. Bağır müəllimin mülkünə gəlmişdik. Bağır müəllim yoxdur burada. Bağır müəllimin burada çox gözəl bir təsərrüfatı vardı. Arı saxlayırdı Bağır müəllim. Yaxınlarda övladı faciəli surətdə həlak olandan sonra Bağır müəllimin əli qolu boşalıb. Təsərrüfat baxımsız qalıb. Bu otlar kim çalır? Qonşular çalıb aparırlar. Biz buna Bağır müəllimə ürək-dirək verməyə gəlmişdik. Təəssüf ki, Bağır müəllim də yoxdur. Yəqin haçansa bu çəkilişə Bağır müəllim baxacaq. Həyatda heç nə əbədi qalmır. İnsan da əbədi deyil. Səbirli olmaq lazımdır, əziz dostumuz.